Hər bir traderin mütləq şəkildə strategiyası olmalıdır, bir sistemi olmalıdır. Yəni bir qayda qoymalıdır özünə, o qaydadan da kənar çıxmamalıdır. Hətta 100%lıq bir hərəkət gördüyü halda onun strategiyasına uyğun olmayan bir forma deyilsə, səbirli olub, nəfsini qoruyub, əməliyyat açmamalıdır. Bax, bu əsl traderdir. Strategiyası olmayan traderin başına nələr gəlir? Əksər hallarda belə olur. Texniki analizi tam bilmir, strategiyası da yoxdur. Analiz eləyir və əməliyyat açır. Elə olur ki, əksər hallarda hətta elə olur ki, qiymət onun düşündüyü istiqamətdə sürətlə hərəkət eləməyə başlayır və trader o gəliri də görür, o sürətlə hərəkət eləyən mumları da görür və yüksək çiyinlə də açır əksər hallarda, büdcəsinin də bir çox hissəsini götürüb. Orada artıq gəlirin onun marja dəyərindən daha da artıq olduğunu görəndə onun nəfsi artıq işə düşür və əməliyyatı bağlamağa imkan vermir. Həm də ki, harda bağlamaq lazım olduğunu da bilmir. Qiymət də gəlir, sürətlə hərəkət eləyir, müəyyən bir bölgədə, reaksiya bölgəsidir, direnç bölgəsidir, ya dəstək bölgəsidir, fərq eləmir. Orada qiymət dayanır. Biraz yuxarı aşağı 5 dəqiqə, yarım saat, 1 saat, bəzən 4-5 saat da ola bilir. Trader inana bilmir, özünü də inandırmaq istəmir ki, bu bölgədən artıq qiymət reaksiya alıb geri dönə bilər və qiymət də o bölgələrdən onun giriş nöqtəsinə qədər hərəkət etməyə başlayanda trader yenə də ümid eləyir ki, yox, qiymət biraz əks hərəkət edib yenidən mənim düşündüyüm istiqamətdə hərəkətinə davam eləyəcək. O gördüyü rəqəmin artıqlaması ilə olmasını gözləyir, istəyir və daha çox qazanmağını istədiyi halda qiymət də yavaş-yavaş yuxarı aşağı eləyə-eləyə onun giriş nöqtəsinə gəlir və sonda trader ya əməliyyatdan xırda zərərlə çıxır, ya xırda profitlə çıxır, ya da ki, ümumiyyətcə nə zərər, nə gəlirdən sadəcə olaraq zaman itirmiş olur. O yüzden strategiya sadiq qalmaq, texniki analizi bilmək, yəni siz analiz elədiniz, giriş nöqtəsini tapdınız, çox yaxşı. Amma onun profit bölgəsini bilməyəndən sonra, zərər bölgəsini bilməyəndən sonra qazanmaq mümkün deyil, nəfsiniz imkan verməyəcək. Amma strategiyası olan trader başa düşür ki, mən buradan analiz etdim, bu giriş səviyyəsidir. Qiymət bu bölgəyə çatdıqda, yəni mənim strategiyama uyğun, mən əməliyyatın mütləq 50%-ni, 30%-ni, 70%-ni baxır, yəni o hansı bölgədədir qiymət. Orada profiti götürməliyəm. Ondan sonra nə olur olsun, məhz bu yanaşma ilə trade edən trader nəticədə gəlir əldə etmiş olur. Amma nəfsinə hakim ola bilməyən, qiymət onun düşündüyü istiqamətdə hərəkət etdikcə, o rəqəmləri, o profiti, gəliri gördükcə, onun daha da 5 qatını, 10 qatını istəyən trader nəticədə hər birindən olur. Yəni, nə gəlir götürə bilir, nə xeyir qazana bilir. Nəticədə də balansı əriyə-əriyə, əridikcə qəzəbi artır və sıfırlanandan sonra yenidən bircə əlavə məbləği əlavə etmiş olur. Və yenə də deyirəm, həmişəki kimi zaman itirmiş olur, qəzəblənir, sağlamlığını da itirmiş olur. O yüzden texniki analizi bilmək şərtdir, strategiyası mütləq şəkildə olmalıdır hər bir traderin və ondan da önəmlisi o strategiya hər nə olursa olsun sadiq qalmaq lazımdır.